Forbes nəşrinin milyarderlər siyahısında 2026-cı ilin yanvar ayı üçün ciddi dəyişikliklər qeydə alınıb. Yenavaz.com xəbər verir ki, siyahının ilk onluğunda yer alan milyarderlərin yarısının mövqeyi dəyişib. İlk onluğa daxil olan hər bir şəxsin xalis sərvəti 142 milyard dollardan artıqdır. Hazırda planetin ən varlı 10 nəfərinin ümumi sərvəti 2,6 trilyon dollar olaraq qiymətləndirilir. Siyahıda yer alan milyarderlərin 8-i ABŞ vətəndaşıdır. İlk onluqda ABŞ-dən kənar yalnız 2 nəfər var. Fransanın LVMH lüks mallar konglomeratının sahibi Bernard Arnault və İspaniyanın Zara brendinin qurucusu Amancio Ortega. Elon Musk 775 milyard dollarlıq xalis sərvəti ilə planetin ən varlı insanı olaraq qalır. SpaceX və Tesla şirkətlərinin qurucusunun sərvəti son bir ayda 48 milyard dollar artıb. Bu artımın əsas səbəbi onun süni intellekt sahəsindəki XAI Holdings layihəsinə etdiyi investisiya olub. Layihənin dəyərinin 250 milyard dollara yüksəlməsi Musk'ın yaxın zamanda 800 milyard dollarlıq sərvət həddini keçə biləcəyini göstərir. İkinci və üçüncü pillələrdə Google'un həm təsisçiləri Larry Page və Sergey Brin qərarlaşıb. Onların sərvətində artım Alphabet şirkətinin səhmlərinin bahalaşması ilə əlaqələndirilir. Jeff Bezos və Mark Zuckerberg də mövqelərini yaxşılaşdıran milyarderlər sırasındadır. Zuckerberg son bir ayda 19 milyard dollarlıq artımla 6-cı yerdən yuxarı qalxıb. Oracle şirkətinin sahibi Larry Ellison isə siyahıda geriləyib. Şirkətin səhm qiymətlərinin enməsi nəticəsində o bir ayda 34 milyard dollar itirərək 6-cı yerə düşüb. Forbes milyarderlər siyahısında yer alan ilk 10 şəxsi təqdim edirik.